İyun ayının ikisinde Bakıda ve Abşeron'da hava değişken bulutlu olacak, tutulacak, yağmursuz kesecek, lakin akşam kısa müddetli yağış ihtimali var. Milli Hidrometeoroloji Xidməti bildirib ki, gecə və səhər duman olacaq. Səhər saatlarında arabir güclənən şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək. Temperatur gecə 15-18, gündüz 19-23 dərəcə isti olacaq. Naxçıvanda sabah gün ərzində bəzi yerlərdə az yağış ehtimalı var. Temperatur 17-21 dərəcə isti gözlənilir. Azərbaycanın bir çox rayonlarında hava yağmursuz keçəcək, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə intensivləşəcək, şimşək çağacaq, dolu düşəcək, gecə və səhər duman olacaq. Qərb küləyi arabir güclənəcək, temperatur gecə 12-17, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18, bəzi yerlərdə 20-25 dərəcə isti olacaq.